Salam əziz şagirdlər, axşamınız xeyir. Bugün 18 yanvar tarixində 2026-cı il fən müsabiqələrinə hazırlıq məqsədi ilə sınaq təşkil olunub. Həmin sınağın suallarına birlikdə gəlin baxaq. Birinci sualda göstərilib alveol və qan kapilləri arasında qazların mübadiləsini. Biz də bu şəklə cavab variantlarına baxmamışdan əvvəl X, burada yaxşı görsənməsə də X var. Burada Y var. Burada 1 və 2 ilə göstərilən hissələr var. Deməli, biz bilirik ki, ağciyərlərə qan ona görə gəlir ki, özündəki karbon qazını alveola versin. Alveoldan isə oksigen alaraq qanı təmizləmiş olsun. Bu zaman həmin bu qırmızı rəngdə göstərilən hissə qan kapillarını göstərmiş olur bizə. Qan kapillarının oxda içəriyə doğru gələn hissəsi venoz qan gətirmiş olur. Yəni, karbon qazı ilə zəngin qan gəlir. Çıxarkən isə oksigenlə zənginləşdiyi üçün bu tərəf arterial qan olur. Yəni, iki hissəsi, iki tərəfi, 2 ilə göstərilən tərəfi arterial qandır. X oxları içəri göstərilən tərəfdir. Burada oxlar içəridir. Bu o deməkdir ki, qan damarından alveola keçən qazı göstərir. Bu karbon qazı olacaq. Digəri isə içəriyə doğru ox göstərir. Bu isə olacaq alveoldan qana, yəni keçən oksigenimiz. Gəlin indi variantları yoxlayaq. Birincidə A-da deyir ki, bir hissəsindən keçən qan ürəyin sağ mədəciyindən çıxıb. Biz bilirik ki, ürəyin sağ tərəfində venoz qan olur və sağ mədəcikdən kiçik dövrana vurulur. Həmin qan göndərilir ağciyərə və həmin bu damara doğru gəlir. Burada da qazların mübadiləsi alveolla arasında baş verir. Yəni, bu düzgün variantdır. İki hissəsində axan qan ürəyin sol qulaqcığına töküləcək. Bəli, artıq arterial qana çevrildiyi üçün ürəyin sol tərəfinə qayıtmalıdır. Biz də bilirik ki, ürəyin sol tərəfində arterial qan olur və qanı qəbul edən hissə ürəkdə qulaqcıq olmuş olacaq. Bu da düzgün olur onda. C variantında yazılıb nəfəs aldığımız havada X qazının miqdarı. X qazı oldu karbon qazı. Y qazının miqdarından çoxdur. Y oldu oksigen qazı. Biz də bilirik ki, karbon qazı nəfəs aldığımız havada %3%, oksigen isə 21%dir. Ona görə də karbon qazı çox olmaz. Bu səhv fikirdir. Bizdən də səhvi soruşurdu. Burada da digərində də tərsini deyir verdiyimiz hava üçün. Y qazının miqdarı verdiyimiz havada olacaq 16%. X qazının da miqdarı artıb 4% olacaq. Ona görə də yenə bu variant nəfəs verdiyimiz havada 16% təbii ki 4%-dən çoxdur. Ona görə bu da düzgün variant olacaq. Keçək ikinci suala. İkinci sualda deyir, əgər ürəkdə taylı qapaqlar zədələnərsə, ilk növbədə nə müşahidə olunar? Taylı qapaqlar solda da, sağda da ürəyin qulaqcıq və mədəcikləri arasındadır və ancaq mədəciklərə doğru açılır. Məqsədi də qanın geriyə qayıtmasının qarşısını almaqdır. Və zədələnərsə əgər qan mədəciklərdən geriyə qulaqcıqlara doğru qayıda bilmiş olar. Bu doğru fikir olacaq. B. 3-də deyir, fosil yanacaqlarına aid yanlış bənd. Neft, qaz, daş, kömür fosil yanacaqlarıdır. Bəli. Yer kürəsində qeyri-bərabər paylanıb. Bəli. Yalnız quruda rast gəlinir. Xeyr. Yerin dərinliklərində uzun illər ərzində yaranır. Bəli, bilirik ki, canlı qalıqlardan yaranır uzun illər ərzində. 4-də doğru və səhvi soruşur. Yox, doğrunu soruşur. Biz bunu plus minusla işarə eləyək, qarışdırmamaq üçün. Deməli, lava vulkanları litosfer tavalarının mərkəz hissələrindən püskürür. Mərkəz hissələrindən deyil də, kəsişmə hissələrindən püskürdüyünü bilirik. Ona görə səhv fikirdir. Vulkan ocağı mantiyada yerləşir. Doğru fikirdir. Neftli qazlı ərazilərdə rast gəlinir. Doğrudur. Palçıq vulkanları yalnız Abşeron yarımadasında yayılmışdı. Palçıq vulkanları xeyir, məsələn, Qobustanda filan da var idi. Ona görə də doğru olanlar dediyi üçün 2 və 3 götürəcəyik. 5-də deyir ki, doğru deyil. Bitki ilə qidalanır Y, ona görə herbivordur deməli. Ətlə qidalanır Z, deməli karnivordur. Hər ikisi ilə qidalandığı üçün də X olur, omnivor. Y herbivor doğru, omnivor X doğru. Z qida zəncirinin ikinci halqasında ola bilməz. Z karnivor idir.
Bəli, ikinci halqada ola bilməz. Çünki birinci halqada həmişə produsent durur. Yəni bitki, karnivor isə bitki yemədiyi üçün dura bilməz. Bu da doğrudur. X qida zəncirində ikinci halqada ola bilməz. Bu yanlışdır. Çünki X həm ot yeyə bilir, həm ət yeyə bilir. Ona görə də qida zəncirində ikinci halqada ot yeyən vəzifəsində durmuş ola bilər. Ona görə də D səhv olur. Keçdik 6-cı suala. 6-cı sualda şüanın düşdüyü istiqamət, bir də geri qayıtması üçün müstəvi güzgünü 0 nöqtəsi ətrafında hansı istiqamətdə və neçə dərəcə döndərmək lazımdır? Düşən şüamızı sarı rəngdə işarələdik. 55 dərəcə göstərilibdir. Müstəvi ilə arasındakı bucaq, o zaman düşmə bucağını tapmaq üçün 90 dərəcədən 55-i çıxaq. Bura qalsın 35 dərəcə. Demək ki, düşmə bucağı 35-dir. O zaman qayıtma bucağı da 35 dərəcədir. Və bizə lazımdır ki, güzgünü neçəsə dərəcə döndərək ki, bu düşən bucaq eyni bucaqla geriyə qayıtmış olsun. Burada bir istiqaməti var, bir də 2 istiqaməti var. 35 dərəcə döndərməyimizi dəqiq bildik və bunun bir istiqamətində yoxsa 2 istiqamətində baş verdiyini bilmək üçün hansı istiqamət daha yaxın və yaxud da uzaq olduğuna baxacağıq. Bir istiqamətində döndərsək yaxınlaşdıracağıq güzgünü, 2 istiqamətində uzaqlaşdıracağıq. Ona görə də bir istiqamətində göstərəcəyik və 35 dərəcə altında. Keçdik 7-ci suala. Doğrunu soruşur. Bütün enerji ehtiyatları tükənən və bərpa olunmayandır. Xeyr, biz su, işıq, günəş yəni. Günəş, külək enerjilərinin tükənməyən, bərpa olunan enerjilər olduğunu bilirik. Alternativ enerji mənbələrindən istifadə ətraf mühiti çirkləndirir. Xeyr, alternativ enerji mənbələri təmiz enerji mənbələridir. Azərbaycanda zəngin daş kömür ehtiyatları mövcuddur. Xeyr, günəş enerjisi ekoloji cəhətdən təmiz enerji mənbəlidir. Bəli. Verilmiş xəstəliklərdən hansı yoluxucu olmayan xəstəliklər qrupuna aiddir? Bu aterosklerozdur. Bilirsiniz ki, damar divarlarına yağa bənzər maddələr toplanma səbəbilə damar tıxanıqlığı baş verir. Xəstəlik ateroskleroz adlanır və bazökəm qızılcı isə patogenlərin törətdiyi yoluxucu xəstəliklərə aiddir. 9-cu şəkil dərsliyimizdə də var. Burada buzun əriyərək suxurların arasında genişlənməyə səbəb olmasını və beləcə aşınma baş verdiyini göstərirdi. Və bu aşınma temperatur dəyişməsi səbəbli baş verdiyi üçün olacaq fiziki aşınma növü. Burada şəkil yaxşı düşməyibdir. Hansı xətt hardan gəlir? Bu üstündə yazdığı üçün bilməyəcəm bunu. 11-ə gəlin baxaq. 11-də göstəribdir bizə alüminiumun sıxlığını 2,7. Soruşur, verib həcmini, soruşur kütləsini. Düsturumuz ρ bərabərdir M böl V-dən. Bizən M-i soruşur. M bərabərdir ρ V düsturu ilə hesablayacağıq. R-nun yerinə 2,7, V-nin yerinə 200 qoyanda vurub tapacağıq 540. Boşluğa uyğun bəndi müəyyən edin. Bateriyalardakı enerji elektrik enerjisinə çevrilərək oyuncaqları hərəkət etdirir. Biz bilirik ki, bateriyalardakı, qidalardakı, bir də yanacaqlardakı kimyəvi enerji növüdür. Ona görə də kimyəvi enerji cavabı doğru olacaq. Deyir, sola doğru bərabər sürətlə hərəkət edən cismə eyni anda şəkildəki kimi qüvvələr təsir edərsə, hansılar düz olar? Burada bizim baxırıq ki, sağa doğru hərəkətdə 10 Newton və 6 Newton, yəni birlikdə 16 Newton. Sola doğru isə yenə 16 Newtondur. Yəni bərabərdir hər iki tərəfdə. Əvəzləyici qüvvə sıfıra bərabər olur. Biz bir-birindən çıxarıqsa əgər, bu zaman ya hərəkətsiz olmalıydı cisim, ya da bərabər sürətlə hərəkət etməliydi. Özü də göstəribdir ki, bərabər sürətlə hərəkət edir. Demək ki, bu zaman burada deyəcəyik ki, sürət azalar səhvdir, çünki bərabər sürətlə hərəkət edir. Sürət dəyişməz doğrudur. Sürət artar səhv olar. Kinetik enerji artar səhv olar, çünki hərəkət artmış olardı. Hərəkət sürəti artmır. Kinetik enerji yenə azalmaz. Yəni burada azalma yoxdur hərəkətdə, sürətdə. Ona görə nə artması, nə azalması doğru olmaz. Kinetik enerjisi dəyişməz. Bu doğrudur. Ona görə 2 və 6 götürəcəyik burada.
14-cü sualda bizdən soruşur hansı doğrudur? Buzun sıxlığı suyun, yenə burada buz su məsələsidir. Biz bilirik ki, maddələrin bərk halının sıxlığı maye halının sıxlığından çox olmalıdır. Olur əslində. Amma suda istisna hal var. Suyun bərk halının sıxlığı daha azdır, buz halının yəni. Çünki buz halında olan molekullar arası məsafə daha biraz uzaqdır. Ona görə də buzun sıxlığı suyun sıxlığından çoxdur fikir səhvdir. Buzun molekulları arasında məsafə suyun molekulları arasında məsafədən kiçik deyil, böyükdür. Bu da səhvdir. Su molekulunun tərkibində 2 oksigen, 1 hidrogen atomu var. Bu da səhvdir. 1 oksigen, 2 hidrogen olmalıydı. Amma 10 kub santimetr həcmli buzun kütləsi 10 millilitr suyun kütləsindən azdır. Burada həcmlər bərabərdir. Amma buzun bayaq da dediyim kimi molekullar arası məsafəsi çox olduğu üçün kütləsi az olmuş olur. Eyni həcmə düşən kütlə daha az olmuş olur. İnfeksiyon xəstəliklərin müalicəsində istifadə olunan antibiotiklərin mənfi nəticəsini soruşur bizdən. Birdə yazılıb sahib orqanizmdə məskunlaşmış patogen orqanizmləri məhv edir. Bəli, bu doğrudur, amma bizə mənfi təsiri lazımdır. Bu, yəni müsbət təsiridir. Sahib orqanizmdə məskunlaşmış patogen mikroorqanizmlərin daha davamlı formalarını yaradır. Bunu da edir və bu mənfi tərəfidir. Biz bilirik ki, davamlı mikroorqanizmlərə qarşı antibiotik istifadə etdiyimiz zaman orqanizmimizdə bu mikroorqanizmlərin daha davamlı formaları yaranır. Bu əks təsiridir, yəni mənfi təsiridir. 3-də yazılıb sahib orqanizmdə olan faydalı mikroorqanizmlərin də məhvinə səbəb ola bilər. Bəli, biz mikroorqanizmləri, zərərli mikroorqanizmləri öldürmək istədiyimiz zaman eyni zamanda bizim orqanizmimiz üçün xeyirli olanları da məhv etmiş oluruq. Bu da yan əks təsiridir, mənfi təsiridir. Anticisimciklərin yaranmasını sürətləndirər, xeyr. Ona görə də 2 və 3 olacaq mənfi təsirinə aid. İnsan orqanizmində sidik bilafasitə hansı orqanda yaranır? Sidik böyrəklərdə yaranır, axarlarla gəlir, toplanır sidik hissəsində və sidik kanalı vasitəsilə bədəndən xaric olunur. 17-də deyir, iskelet əzələlərinin fəaliyyəti ilə buraxılmış yerləri dolduraq. Əzələ yığılarkən birinci qalınlaşır və qısalır olmalıdır. Qısalır və qalınlaşır da deyə bilərik. Nəticədə birləşdiyi sümük dartır. Əzələ boşaldıqda isə uzanır və nazikləşir olacaq. Ona görə də 1, 4, 2, 3 ola bilər. Keçdik bir ölçü qabında deyir menzurka 40 kub santimetr quru qum var. Qumun üzərinə 40 santimetr kub su əlavə etdik. Deməli qum oldu 40 kub santimetr quru halda. Üzərinə su əlavə etdik, yenə 40 kub santimetr. Amma bunları birləşdirəndə ümumi həcm etdi 70 kub santimetr. Demək ki, qumun tərkibində 10 kub santimetr hava var imiş. Və bizə deyir ki, bu halda qumun neçə faizi havadır? Yəni 40 kub santimetr qum 100%dir. 10 kub santimetri tapacağıq o zaman x. O zaman buradan x-i tapanda eləyər yəqin ki 25% edər. Burada da deyir, aşağıdakilərdən hansılar kimyəvi birləşmə deyil? Su, karbon qazı kimyəvi birləşmədir. Tuzlu su qarışıqdır. Oksigen isə kimyəvi birləşmə deyil. Ona görə də 1 və 3 olur. Kimyəvi birləşmə olmayanlara aid. Keçdik 20-yə. 20-də deyir, deməli 3 maddəmiz var. X, Y, Z maddələri. X maddəsinin ərimə temperaturu müsbət 25, qaynama temperaturu 40 dərəcə Selsidir. Y-in mənfi 3 ərimə temperaturudur, qaynama temperaturu müsbət 138 dərəcədir. Z-in isə ərimə temperaturu 17, qaynama temperaturu 94-dür. Və bizdən soruşur ki, bu maddələrin temperaturunu 10 dərəcə Selsidən 85 dərəcə Selsiyədək artırdıqda hansı maddənin zərrəcikləri arasındakı məsafə artar? İndi gəlin bir-bir bunları yoxlayaq. X maddəsi üçün biz 25 dərəcədə əridiyi üçün demək ki 10 dərəcə Selsidə bərk halda imiş. Bərk haldaydı. Ondan sonra 10 dərəcədə əridi, 40 dərəcədə qaynadı. Hətta biz 85 dərəcəyə qədər temperaturu artırmışıq. Demək ki, həm mayeyə də keçibdir, eyni zamanda keçib qaz da olubdur. Deməli, həqiqətən də burada molekullar arası məsafə artmış olur. Bəli.
Keçdik Z maddəsinə. Z maddəsi -3 dərəcədə əriyir. 10 dərəcə Selsidə artıq mayedir deməli. 85 dərəcəyə qədər artırsaq, hələ bu qaynayacaq 138 dərəcədə. Onda 85 dərəcədə heç bir dəyişiklik olmayacaq. Yenə maye kimi qalıbdır. Demək, burada heç bir molekul arası məsafə kəskin artmaz. Bu X, Y idi. Z yazdım niyəsə. Z-də isə müsbət 17 dərəcədə əriyir. Bu, ona görə də 10 dərəcə Selsidə bərkdir. Bərk haldaymış. 10 dərəcədə əridim. 10 dərəcədən daha doğrusu qaldırdıq 85 dərəcəyə qədər. 17-də əridi, amma hələ 94-də qaynayacaq. Demək, bərkdən mayeyə keçdi, amma qaza keçmədi. Bərkdən mayeyə keçən zaman da molekullar arası məsafə neyləmiş oldu? Artmış oldu. Deməli, X və Z-də molekullar arası məsafə artdı. Burada da xromatografiya üsulu verilibdir. A, B, C, D maddələrinin kağız xromatografiyası zamanı süzgəc kağız üzərində əmələ gətirdiyi görüntü təsvir edilmişdir. Buna əsasən doğru olmayanları müəyyən edin. Burada rənglər var. Sarı, qırmızı, göy var deyəsən. Yaxşı görünməsə də. Məsələn, burada yazıbdır birincidə B saf maddədir. B hissələrə ayrılmadığı üçün saf maddə kimi götürülə bilər. Bəli. Göy rəngli maddənin həllədicidə həll olması daha yaxşıdır. Həllədicidə həll olması daha yaxşıdır. Baxaq B-yə. B-də göyə daha doğrusu göy rəngli maddə. Burada iki yerdə ayrıldığı üçün, yəqin ki, həll olması yaxşı olduğu üçün ayrılıbdır. Qırmızı rəngli maddə süzgəc kağızının səthində daha yaxşı tutulur. Qırmızı rəngli maddə daha biraz aşağıda olmalıydı. Çünki süzgəc kağızı səthində yaxşı tutulan maddə daha az sürətlə yuxarı qalxır. Və biz burada qırmızını görürük ki, daha çox yuxarıya doğru qalxır. Ona görə də daha yaxşı tutulur. Səhv fikir olar. 22-də göstərilibdir. Bərabər sürətlə düşən paraşütçü haqqında düz olanları soruşur bizdən. Bir ağırlıq qüvvəsi aşağıya, bəli, istənilən halda ağırlıq qüvvəsi yerin mərkəzinə doğru yönəlir. Müqavimət qüvvəsi aşağıya deyil, yuxarıya olmalıdır. Bu səhv olacaq. 1 doğru, 2 səhv. Gəlin yazaq. Burada deməli 1-ə doğru, 2-yə səhv yazdıq. Ağırlıq qüvvəsi müqavimət qüvvəsindən çoxdur. Ağırlıq qüvvəsi müqavimət qüvvəsindən çox olsaydı bərabər sürətlə hərəkət etməzdi. Biz bilirdik ki, əvəzləyici qüvvələr bərabər olarsa bərabər sürətlə hərəkət etmiş olardı. Ona görə də çoxdur, səhvdir. Bərabərdir deyir 4-də. Ona görə bu düzgün olacaq. Ağırlıq qüvvəsi müqavimət qüvvəsindən azdır. Yenə səhv olacaq. Ona görə də 1 və 4 doğru olmuş olur. 23-cü sualda deyir A və B maddələrinin 100 ml suda həll olan kütləsinin temperaturdan asılılığı verilmişdir. Doğru ifadəni tapın. Baxırıq, deməli A maddəsi qaz halındadır. Bu səhv fikirdir. Çünki qazların həll olması temperatur artdıqca azalmalı idi. Burada amma artma görürük. 80 dərəcə Selsidə hər iki maddənin suda həll olması eynidir. Baxırıq ki, 80 dərəcə Selsidə B-nin həll olması daha çoxdur A-ya nisbətdə. Bu da səhvdir. Demək ki, temperaturu artırdıqda B maddəsinin suda həll olması azalır. B maddəsinin suda həll olması təbii ki, artacaq. Temperatur artdıqca artır. Çünki 70 dərəcə Selsidə B maddəsinin suda həll olması A maddəsindən çoxdur. 70 dərəcəyə baxıram. Burada həqiqətən də B maddəsinin həll olması A maddəsinə görə daha çoxdur. Ona görə D variantı doğru olur. Cədvəldə bəzi müasir heyvan növlərinin xüsusiyyətləri verilibdir. Doğru olan bəndi müəyyən edin. Birincidə yazıb qanad, daxili skelet. Bu olacaq quşlara aid bir canlı. Yazaq bura quş. Keçdik. Dərisi nəmdir, pulcuğu yoxdur. Bu amfibi olacaq. Qanadı və xarici skeleti var. Bu məsələn həşərat ola bilər. Daxili skelet deyil, çünki xarici skeletdir. Dərisi nəm və pulcuqlu, bu da balıq olmuş olacaq. A və B, doğrunu soruşur bizdən. A və B canlılarında eyni növ tənəffüs orqanına rast gəlmək olmaz. Quşlarda ağciyər, amfibilərdə ağciyər və dəri. Ağciyər ortaqdır, ona görə də onlar təbii ki ortaqdılar.
Amma olmaz deyir burada, səhvdir. B canlısı kürüsünü quruya qoyur və kürü su keçirməz pərdə ilə örtülüdür. B canlısı amfibilərdir. Amfibilər kürüsünü quruya qoymur, suda qoyur. Bu da səhvdir. C canlısının hərəkət orqanları bədənin döş hissəsinə birləşmiş olur. C canlısı həşəratlara aiddir. Bəli, onların ayaqları və qanatları bədən baş, məsələn, döş və qarıncıq hissəsini göstərsək belə. Orada hərəkət orqanları belə 3 cüt olmaqla ayaq olmalıdır və bir çox həşəratlarda 2 cüt olmaqla da belə qanat olmalıdır. Düzdür, bir qrup həşəratda qanat sayı 2 ola bilər, bir qrupunda da ümumiyyətlə həşərat olaraq qanadı olmamış da ola bilər. Amma istənilən halda ayaqlar 6 dənədir və həmişə də döş boğumlarına birləşmiş halda olur. 25-ci sualda bizə veribdir, evin damında quraşdırılan mini külək pəri bir gün ərzində bu qədər külək enerjisi alır. Bu cihaz bu enerjinin yalnız 30%-ni elektrik enerjisinə çevirə bilirsə, bu elektrik enerjisi ilə nə qədər müddət televizor işlətmək olar və televizora 1 saniyədə 100 joule enerji sərf etdiyini göstəribdir bizə. Gəlin birinci həmin bu enerjinin tapaq görək 30%-i nə qədərdir. Ondan ötürü 1.200.000 30%-ni tapaq. Yəni bıraq 0,3-ə, 10,3-ə daha doğrusu. O da edəcək 36,0 kilojoule. Və indi keçirik bu enerji ilə, bu joule-la, daha doğrusu kilojoule yazdım. Joule olmalıdır əslində burada. Joule enerji ilə nə qədər vaxt televizor işlətmək olar? Biz də bilirik ki, 1 saniyədə 100 joule enerji işlədir televizor. Aldığımız enerjini 36,000 bölək buradakı 100-ə. Bu da eləsin 3600 saniyə. 0,1-ni artıq yazdıq. Ondan sonra isə bunu saniyə tapandan sonra cavabları bizə saatla verdiyi üçün onu da bölək elə 3600-ə. O da eləsin 1 saat. Cavabımız 1 saat olacaq.